özümüzdə nəyə görə xəstəliklər çoxalır? Nəyə görə boşanmalar çoxalır? Nəyə görə cavan ölümləri çoxalır? Bilirsiniz niyə? Bu tip insanların üzündən cəmiyyətdə fəsad, hal, günahlar çoxalır. Ona görə onlar elə bilirlər ki, kiminsə evini qəsbi götürüb öz adına keçirməklə orada yaxşı yaşayacaqlar. Heç yaşamasan da belə, üzr istəyirəm, yaşamasa da belə, o satsa da, o ev satma, qalsa da belə bu ananın qəlbi ki sındı, bir insan bir qəlbi sındısa, mütləq səviyyədə o evdən normal insan çıxmayacaq. Ona görə ölümlər çoxalır, cavan ölümü çoxalır. Sonra deyir ki, əstəğfurullah, Allaha deyir ki, Allah sən mənim balamı və yaxud sən mənim nəyimi niyə sağalmaz xəstəliyə tutdun? Başa düşmür ki, axı sən bir insanı sağalmaz qəlb yarasına, qəlbi sındırmaq Kəbə evinin divarlarını ufaqmışa bərabərdir. Bir insan, bir böyük mütəfəkkirlər olur, xanımla kişi gedirlər, xəstəliyi tapılmır. Qızdırmasını düşürə bilmirlər. Bütün həkim falan hər yerə gedirlər, sadəcə olaraq həkim bunun dərdini tapa bilmir. Zamanənin arifi olur, gəlir əyləşirlər bir yerdə zamanənin arifi deyir ki, get xanımıma dinən ki, getsin övladının qəlbini alsın. Uşağın qəlbi sınıb, onu sağalmaz xəstəliyə tutulur. Gəlir uşağın qəlbini alandan sonra xanımın qızdırması düşür, xanımın xəstəliyi aradan gedir. Yəni, o demək deyil bir virusa tutulasan, o demək deyil ki, bir xəstəliyə tutulasan. İnsan qəlbini, insan haqqını tapdalamaqla insan xəstəliyə tutular. İnsan haqqını tapdalamaqla özündən də çıxmasa, övladından çıxacaq. Niyə? Çünki insanlar bu günlərim elə başa düşürlər, bir dənə çərçivədən baxırlar, elə bilirlər bu gün qazandın, bu gün gidin qutardı. Amma başa düşmür ki, sən o 40 gün məsələsi var, eşitmişsiniz ya yox, 40 gün ərzində insanın bədənindən o getməz. 40 gün, 40 ildə ola bilər o fəsad bir ananın qəlbini sındırmaq üçün. İndi mən səslənirəm o şəxslərə, siz baxın görün, əgər o evdə bir, nəinki ev olsun, maşın olsun, mülk olsun, hər nə olur olsun, əgər sənin haqqın deyilsə, insanların qəlbini sındırmayın.